Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla sizə faydalı olmağa gəlmişik. Bugün əslində təcili tibbi yardım xidmətindən danışacağıq. Bir çoxlarınızın narazı olduğu, bir çoxlarınızın yox, gec gəldi, vaxtında lazımi müdaxiləni etmədi deyə şikayət etdiyimiz o həkimlərdən danışacağıq ki, qar demədən, qış demədən, boran demədən, bayram demədən, gecə demədən, gündüz demədən əslində bizim sağlamlığımızın keşiyində ilkin təcili tibbi yardımı göstərmək üçün onlar var. Amma ən deyərdim ki, ruslar deyir, "Ne благодарны", belə çox sağ ol deyilməyən həkimlik sahəsidir məncə, mənə görə. Və indi bu haqda həkimimizi də danışdıracağıq, onunla da söhbət edəcəyik və bilirsiniz ki, ayda bir-iki dəfə qonağımız məhz Respublika Təcili Tibbi Yardım Mərkəzindən olur və mən buna görə Nəzrin xanıma xüsusi təşəkkürümü bildirirəm ki, dəyərli həkimləri bizim studiyamıza dəvət etməyə kömək edir, bunu təşkil edir. Qonağımız isə Respublika Təcili Tibbi Yardım Mərkəzinin Qaradağ bölməsinin anestezioloji reanimatoloji briqadasının həkimi. Mənim əslində 20 ildir görmədiyim tələbə yoldaşım. Bugün görəndə dedim ki, ay Ramil sənsən. Doktor Ramil Dadaşov studiyamızdadır. Xoş gəlmisiniz. İndi verilişə görə sizlə danışacağıq Ramil. Mən bilmirəm, girişdə düz vurğuladım yoxsa yox, amma əslində reanimasiya həkimləri, anestezioloqlar və daha çox da təcili tibbi yardım həkimləri belə ən çox sağ ol, az eşidən həkimlərdir. Çünki çətin vəziyyətdə insanların panikada olduğu vaxtda çatırlar hadisə yerinə və orada müdaxilə etmə dediklərində belə məndən həkim acı danışdı ifadələrini eşidirlər. Necədir işiniz? Ümumiyyətlə, belə deyək, əhali ilə münasibətiniz, ötən illərə baxanda bugün nəsə bir irəliləyiş, yeniliklər varmı? Əslində, yəni, hamı bildiyi kimi, bu iş bir çətin işdir, çətin sahədir. Amma bir şərəfli sahədir. Həm də baxsam, bu səhiyyənin bir strateji nöqtəsidir. Çünki əhali də, qurumlar da bunu COVID-19 pandemiyası zamanı, 44 günlük müharibə zamanı gördülər, hiss elətdilər və bu tendensiya yenə davam edir. Çünki biz hər zaman demək olar ki, həyat qurtaran bir vəziyyətlərlə rastlaşırıq. Yəni, burada biz həyat qurtarmaq bizim borcumuzdur. Və bacardıqca bu borcumuza layiqincə yerinə yetirməyə çalışırıq. Bu bizə nə dərəcədə nəsib olur, onu deyə bilmərik. Qaldı o dediyiniz o narazılıqlar, bu həmişə olacaqdır. Yəni, bu qaçılmazdır. Yəni, burada elə bir aspektlər olur ki, bəzən ola bilsin, bəli, obyektiv, subyektiv səbəbdən. Bizim tərəfdən də ola bilər, xəstə tərəfindən də ola bilər, yəni başqa bir şeylər də bu vəziyyəti yarada bilər. Amma ümumilikdə mən elə bilirəm ki, xalqımız bizdən razıdır. Çünki biz o vəziyyətləri görürük, vəziyyətlərdə xəstələrə yardım edirik, onları vəziyyətdən çıxardırıq. Üstdən bir müddət keçəndən sonra o xəstələr, elə xəstələrimiz var ki, bir müddətdən sonra özləri gəlib bizə təşəkkür edirlər. Və yaxud da nəzərə alsan ki, biz bir temperamentli bir Qafqaz millətiyik. Ola bilsin, bizim emosiyalarımızı tez biruzə veririk, tez əsəbləşə bilərik, amma bu tez də keçir. Yəni, həmin müddətdə ona fikrini cəmləməməlisən. Ola bilsin ki, səni yaxşı qarşılanmaya bilər, gec gəldiniz, niyə belə işləyirsiniz, nəsə bir şeylər deyə bilər. Amma sən onda fikrini ancaq xəstəyə yönətməlisən, xəstəyə yardım eləməlisən. Ondan sonra başqa şeyləri danışmaq olar. O müddətdə 10-15, mən inanıram, 15-20 dəqiqədən sonra o hamısı kesib gedir, o 180 dərəcə bir dönüş əmələ gəlir. Doktor, sən Allah çay iç, çayımızı iç, sonra get, elə deyilmi? Ramil doktor, biz sizlə, mən də nəzərinizə çatdırım ki, tamaşaçıların çoxu bilir, universiteti bitirəndə anesteziologiya reanimasiya ixtisası almışdım və Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutundaydık və orada da doğrudan da ağır xəstələr görüldü. Amma orada əlimizin altında diaqnoz qoymaq üçün hər bir vəsait var idi. Avadanlıq olsun, həkim briqadası olsun. Təcili tibbi yardım həkiminin işi ona görə çətindir ki, o gələndə bilmir hansı vəziyyətlə üzləşəcək, əlinin altında
doğru diaqnoz qoymaq üçün belə deyək, avadanlıqlar yoxdur və sizdə belə başa düşdüm ki, briqadalara bölünür. Kardioloji briqada var, anestezioloji, reanimatoloji briqada var. Yoxsa misal üçün təcili tibbi yardıma zəng eləyəndə bunu zəng edən şəxs mi istəməlidir? Yoxsa orada əyləşən xanım call centerdə artıq xəstə haqqında məlumat aldıqdan sonra qərar verir ki, hə bu ünvana kardioloji briqada getməlidir, digər ünvana anestezioloji, reanimatoloji briqada getməlidir. Demək, məsələ belədir. Kardioloji briqada dediyimiz elə həmin bu anestezioloji, reanimatoloji briqada həkimləri. Onun içindədir. Aha. Bəli, həmin briqadalardır. Qaldı, düzdür, xəstələrin istəkləri var bu barədə, amma bunu ən çox tənzimləyən həmin bizim operatorlarımızdır. Operatorlara da çalışıb düzgün məlumat vermək lazımdır ki, onlar da daha düzgün tənzimləyə bilsinlər bu işi. Məsələn, əgər xəstənin bir 20 yaşında ürək çağırışı verilirsə, %99 burada ürək problemi biz görə bilmərik. Ola bilsin, bəli, 1% hallarda hansısa bir ritim pozğunluğu falan ola bilər, amma ürək problemi görməyəcək. Xəstənin yaşını, keçirdiyi xəstəlikləri, ona görə də bəzən görürsən, ona da narazılıq edirlər ki, bizdən çox sual soruşurlar. Xəstənin yaşını soruşur, yaşadığı yeri soruşur. Onlar hamısı önəmlidir. Bəzən elə olur ki, məsəl üçün, ünvanlar dəqiq deyil. Biz getdiyimiz ərazidə hansısa massiv verilir. Dəqiq bir küçənin adı yoxdur, ünvan yoxdur. Xəstənin adını biləndə küçədə kimləsə soruşa bilirsən ki, filan kəsin evi hansıdır? Orada yaşayan insanlar bizə köməklik edə bilirlər. Bu da gecikdirir sizi. Hə, nə qədər doğru düzgün məlumat verilsə, bəli, ehtiyac varsa, biz təxmini bilir ki, 50, 55 yaş, 60 yaşında iki cinsli xəstədir, boğulma ilə, ürək ağrısı ilə şikayət varsa, bəli, burada daha çox ixtisaslaşmış həkimlər, yəni bizlər gedə bilərik. Amma demək olar ki, bu dəqiqə bizdə elə bir vəziyyət yaranıb ki, respirasiya təcili yardımda daima treninqlər başlayıbdır. Həm kardioloji, həm digər sahələr üzrə daim treninqlər keçirir. Demək olar ki, bizim həkimlərimiz bu dağa bizim qədər elə həmin işləri demək olar həyata keçirə bilirlər. Doğrudan elədir, çünki mən də yayda kursda idim və mən düşmüşdüm ki, təcili tibbi yardım stansiyasına. Bizi oradan həftənin müəyyən günləri göndərilir Sabunçu xəstəxanasına. Orada kardiologiya kursunu orada keçdik. Doğrudan da gördüm ki, bir çox təcili yardım həkimləri, həm yeni başlayanlar, həm də köhnə həkimlər də hamısı gəlir o treninqlərdə mütləq iştirak edirlər. Bəli, demək olar ki, hamısı puxtələşirlər yavaş-yavaş. Yəni bu dəqiqə axın da çoxdur təcili yardıma işləmək istəyənlər çoxdur. Bəli, bəli. Demək olar ki, institut qutaran həkimlərimizin çoxu birbaşa təcili yardıma təyinat alıb gəlirlər. Baxırsan ki, həvəsləri də çoxdur. Yəni biz əvvəlki gördüyümüz nəsil deyil. Yəni təzə nəsildən biz çox razıyıq. Çox işləməyə həvəsindədirlər, öyrənməyə həvəsindədirlər. Biz də bacardığımız qədər əlimizdən gələn nə qədərsə köməkliyə əsirgəmirik. İstəyir telefon vasitəsilə elə olur, görüntüləri atırlar bizə, əsas ritim pozğunluğudur, işemik vəziyyətlərdir, kardioloji ekeyləri atırlar, biz də onlara həm tövsiyə edirik, ehtiyac olanda deyir ki, yox, burada mütləq filan şeyləri eləmək lazımdır. Yəni əlimizdən nə gəlsə kömək edirik. Yəni, Ramil doktor, məndən bilirsiniz nə maraqlıdır? Qadın faktoru sözünü deyirdi. Olubmu ki, deyək ki, siz hansısa xəstəni həyata qaytarmışsınız, yerləşdirmişsiniz xəstəxanaya və bir neçə gün sonra o xəstənin yaxınları sizə axtarıb tapıb sizə təşəkkür ediblər. Çünki təcili yardım işi sanki o xəstəxanaya gedəndən sonra o həkimlər yaddan çıxır. Niyəsə belə bir təəssürat var məndə. Yox, bizim bəlkə 1-2 il qabaq idi, bir xəstəmiz oldu. İnfarkt, təzə başlayan bir infarkt idi. Vəziyyətini dəyərləndirdik, artıq hazırlaşırdıq ki, xəstənin damar yolu hazır idi, təxliyə başlamaq istəyirdik. Xəstədə ritim pozğunluğu başladı. Yəni, belə deyək də, xəstə fibrilyasiya keçdi. Ürəyi dayandı. Loru dildə desək. Hə, biz həmən ürəyin qapalı masajını, defibrillator gələnə üçün defibrilyatorumuzu hazırladıq. Bu xəstə ilə təxminən biz 1 saat reanimasyon tədbirlərə davam elədik. Yadımdan çıxıb bəlkə ondan çox defibrillyasiya cəhdimiz oldu. Ritim bərpa olurdu, bir müddətdən sonra yenə gedirdi. Yəni çox bir qarışıq vəziyyət idi. Bu xəstəmiz vəziyyətdən çıxdı. Biz onu indi bilirsiniz ki, yəni bu sistem çox mükəmməlləşibdir. Biz xəstəni götürəndə artıq bir infarktlı xəstə ilə biz böyük həkimlərimizə, operatorlarımıza xəbər verəndə bizi heç gecikdirmədən birbaşa invaziv kardioloji xəstəxanalar yönəldilər. Yəni biz Qaradağdan götürdüyümüz xəstəni birbaşa mərkəzi klinikə yerləşdirə bilirik. Və yaxud başqa invaziv kardioloji həkim olan klinikalara yerləşdirə bilirik ki, çünki burada ilkin saatlar çox önəmlidir, qızıl saatlardır. Yəni xəstə nə tez müdaxilə olsa, infarkt sahəsi inkişaf eləməyəcəkdir. Yəni əlillik olmayacaqdır, ürək çatışmazlığı olmayacaqdır. Yəni o xəstəmizi biz bax eləncədə hospital elədik, üstündən bilməm 2 gün keçdi, xəstə koronar angioqrafiya oldu, bir dənə stent qoyuldu, qayıtdı, gəldi.
Mənə zəng elədilər, dedim işləyəm, dedilər doktor səhər işdən çıxanda bizə gələrsən. Dedim yaxşı, səhər getdim gördüm belə çay soğuk zad açıblar, təşəkkür edirlər. Hələ uşaqlar orada deyir ki, düz onlar evdə çəkilik zad da eləmişdilər. Deyirlər kinolarda gördüyümüz bir vəziyyət idi. Yəni biz belə bilirdik ki, bu ancaq hardasa ola bilər. Yəni bu mümkün olan bir şeydir. Ürək dayanır, defibrillatorla həyata qaytarırlar. Həmin deyir şeyləri biz burada yaşadıq. İnanmırdıq ki, belə bir şeylər ola bilər. Yəni çünki onlar ağlaşırdı, fikirləşirdilər ki, daha xəstələrini itiriblər. Amma çıxırıq vəziyyətdən xəstələr, onlar da bizə sağ olsun. Təşəkkürlərini əsirgəmirlər heç vaxt. Bəli, nə gözəl, çox sevindirici haldır ki, həm həkimlərin əlində bugün kifayət qədər resurslar var ki, xəstəyə yerində təcili tibbi yardımı göstərə bilsinlər. Həmçinin də pasientlərin də belə olduğu halda yaşamaq ehtimalı daha çox olur və həyata qayıtmaq, sağalmaq ehtimalı da daha çox olur. Ramil doktor, biz biraz əvvəl qeyd etdiniz ki, emosional səbirsiz millətik və bu səbirsizliyi daha çox yollarda görürük ki, bəzən bu səbirsizliyimiz avtoqəzalarla nəticələnir. Bu zaman necə travmalar zamanı deyək ki, gördüm ki, yanımda avtoqəza baş verildi, zəng elədim təcili tibbi yardıma. Sadəcə deməliyəm ki, avtoqəza baş verib. Orada gələn briqada fərqlimi olur, yoxsa necə seçilir, necə təyin olur ki, ora hansı gələcək, hansı briqada gələcək? Yox, orada heç bir fərqlilik yoxdur. Eyni anestezioloji, reanimatoloji briqada gəlir. Hamı travmalara yardımı bacarır, hamı bu işdə artıq səriştəsi var, vərdişləri var. Treninqlərdə bu ən çox üstə düşülən məqamlardır. Sadəcə burada bizim burada bəzi şeylərimi deməyimizdə məqsəd insanları həm də maarifləndirməkdir. Baxın, məsələn, avtoqəza olub, nə etmək olmaz? Tutaq ki, belə deyək, biz adi bir vətəndaşıq, bir avtoqəza ilə üzləşmişik. Gördük ki, hadisədir, qabağımızda bir hadisə baş verdi, hansısa maneəyə çırpıldı və yaxud maşına çırpıldı, avtoqəza hadisəsi var. Birinci hardan başlamalıyıq? Ən səhv addım birincidən başlayır. Belə deyək də, bu bir təcili yardım zənciridir. Bu zəncirin başlanğıcından möhkəm getməlidir, düzgün getməlidir. Burada nə etmək lazımdır? Yəqin ki, siz də o treninqlərdə iştirak eləmişsiniz. Ən birinci məqam nədir? Danger, təhlükəsizlik. Yəni, bu işə birinci çatan şəxs əmin olmalıdır ki, təhlükəsizlik vəziyyətdədir. Özünü qorumalıdır. Özünü, ətraf mühiti və həmin o zərər çəkmişləri. Baxmaq lazımdır ki, orada həmən maşından bir yanacaq sızıntısı var, qaz halında da ola bilər, maye halında da ola bilər və yaxud başqa bir hadisədir, uçqundur. Yəni, birinci təhlükəsizliyə önəm vermək lazımdır. Həmən təhlükəsizliyimizi təmin elədik, baxdıq bizə heç bir təhlükəsizlik yoxdur və yaxud avtomagistraldırsa həmən qabaqdan bir maneələr qoymaq lazımdır. Arxadan gələn maşınlar bilsin ki, burada bir hadisə baş veribdir. Yəni onlar da gəlib bir-biri ilə zəncirvari bir qəza olmasın. Bunları təmin eləmək lazımdır. Sonra yaxınlaşdıq. Bu, yəni adi vətəndaşdan söhbət gedir. Baxır ki, burada neçə nəfər xəsarət alan var. Bunların sayı barədə dəqiq məlumat verməlidir. Tutaq ki, birinci təcili yardım aktivləşdirir, 100 xidmətinə zəng vurdu. Neçə nəfər xəsarət alan var burada? 3-dür, 5-dir. Sizlərində hamilə varmı? Uşaq varmı? Nə görürük? Qanaxması olan var, huşsuz olanı var. Bunların hamısını dəqiq deməlidir. Sıxışan varmı? Ondan sonra baxır, sıxışan varmı? Yəni burada Fövqəladə Hallar Nazirliyinə müraciət lazımdırmı, yoxsa yox? Və yaxud həmin o bayaq dediyimiz yanacaq sızıntısı varmı? Fövqəladə Hallar Nazirliyinə aktivləşdirəcək. Baxırıq ki, böyük bir hadisədir. Yəni buranı mütləq hadisə yerini qorumaq lazımdır. Çünki insanların axını baş verəcək bura. Nə etməliyik? Hüquq mühafizə orqanlarına da müraciət etməliyik ki, qoy gəlib bu sahəni qorusunlar, avtomobillərin rahat hərəkətini təmin eləsinlər. Biz bunları eləyəcəyik. Bunları bitdimi? Hələ təcili yardım gəlməyib. Ola bilsin biz hələ gözləyirik. Baxırıq oradakı insanlardan kimin tibbi biliyi var və yaxud hansısa bir treninqlərdə iştirak edib, sertifikatı var, yəni bu şeyləri bacarır. Nə etmək? Açıq görünən bir qanaxma var, yoxsa yox? Əgər bir qanaxma görürsə, mütləq qanaxmanı saxlamağa cəhd etməliyik. Bu çox sadə şeydir. Biz istəyirik ki, insanlar bunu bilsinlər. Əgər bir qanaxma görürsə, tutaq ki, bir saatdən bir qanaxma görürük, üstünə mütləq bir tənzif, bentin maşınlarda tibbi çantaların qutusu var və yaxud fərqi yoxdur, hər hansı bir şey qoyacağıq. Qoyduq, baxırıq ki, qanaxma davam edir. Yəni bu qan tənzifin üstə gəldi, çıxdı. Üstünə birini də qoyacağıq. Daha bunu qaldırıb baxmırıq ki, oradan qan gəlir, gəlmir. Yəni ikincili bir təzyiq qanaxma. Tənzifin üstünə çıxdıqca yenidən bastırırıq. Bir tənzif qoyduq, olmadı. Üstündən bir şeylə bir sarmaq lazımdır. Baxıb görürük ki, və yaxud bu qanaxma arterial qanaxmaya oxşuyur. Arterial qanaxma necə fərqləndirəcək? Baxacaq ki, fəvvarə şəklindədir, ürək nəbzinə uyğun atma şəklindədir, al qırmızı qandır. Demək biz onda nə etməliyik? Ondan yuxarıdakı nöqtələr var. Hansı ki, biz arteriyanı sıxmaqla qanaxmanı saxlaya bilərik. Bazıdan təsir eləyə bilərik, bura bir şey qoyub sıxa bilərik. Və yaxud da aşağı ətraflarda yenə buddan təsir edib qanaxmanı saxlaya bilərik. Başda olan bir travmadır,
yuxarı arteriyasına təsir edə bilərik, amma iki tərəfi olmamaq şərti ilə. Yəni bir mütləq qanaxmanı saxlamaq lazımdır. Xəstənin onun huşu üstündədirsə, müəyyən şeyləri aydınlaşdırmaq lazımdır. Çünki ola bilsin təcili yardım gələndə bu xəstənin huşu üzərində olmayacaq. Yəni biz xəstənin nə şikayəti var, necə baş verdi, nə oldu, huşunu itirdimi hadisə zamanı, yəni kəllə beyin travması aldımı, bunların hamısı soruşuq və çalışırıq ki, təcili yardım gələnə kimi gözləyək. Çünki biz hadisəni birimiz görmüş adamıq, təcili yardıma da bu barədə məlumatları verməliyik. Yəni bunları biz eləyə bildikcə, yəni daha çox belə deyək də insanlarımızın daha az xəsarət almasına, daha uzun ömrü olmasına səbəb olur. Çünki avtoqəzalar hədsiz çoxdur. Yəni bütün dünyada çoxdur. Bizdə də belə deyək də, əgər bir travmalardan söhbət gedirsə, travmaların ən öndə gələni avtoqəzalardır. Bizim öz ölkəmizdə təxminən hər 800-ə yaxın insanı biz avtoqəzalarda itiririk. Nəzərə alsın ki, bu ilkin statistikadır. Sonraki 2 ayda, 3 ayda ola bilsin yenə vəziyyətdən çıxa bilməyənlər olur. Yəni onlar üstə gələndə bəlkə 1000 nəfərə yaxın insanımızı biz avtoqəzalarda itiririk. Başqa avtoqəzadan başqa da hadisələr ola bilər. Məsələn, adi bildiyimiz, bəlkə də bizə asan görünən məişət travmaları ola bilər. Amma məişət travmaları ikinci yerdədir. Avtoqəzalar ikinci yerdə gələn məişət travmalardır. Məişət travmalarda ən çox demək olar ki, mətbəxdə baş verir. Məişət travmalarına qayıdarıq. Mənim avtoqəzalarla bağlı bir sualım da var icazənizlə. Biz misal üçün belə çox panikaya düşürük, istəyirik ki, həm də eyni zamanda kömək edə. Bəzən görürsən ki, sıxışmış insanı dartıb çıxartmağa çalışırlar maşından və bəlkə də avtoqəzadan o qədər travma almayıb, nə qədər ki, onu oradan çıxaranda xəstə travma alır. Varmı sizin təcrübənizdə belə bir hadisə bizə danışacağınız ki, məhz bu zaman həyatın itirilməsinə səbəb olub və ya əksinə vətəndaşın doğru təcili yardım siz gələnə qədər göstərdiyi kömək nəticəsində xəstə sağ qalır? Biz onun sözünüzü təyin edəməyəcəyik ki, həmən onun bir müdaxiləsindən sonra xəstə bir ağırlaşma baş verir. Amma yəni gəlib görmüşsünüz ki, düzgün müdaxilə olunub və ya səhv olub. Düzgün müdaxilə nədir? Yəni bir var ilkin tibbi yardım, bu bizim göstərə biləcəyimiz sahədir. Bir də var ilk yardım. Tibbi yardımdan söhbət getmir. İlk yardım necə olmalıdır? İlk yardım ondan başlamaq lazımdır ki, ən birinci aspekt odur ki, xəstəyə biz zərər yetirməyəcəyik. Yəni xeyrin hələ fikirləşmirik, biz xəstəyə nə edəcəyik? Xəstəyə zərər verməyəcəyik. Həmin dediyimiz sıxışmış vəziyyətlər hələ bir yana qalsın, yəni hələ onu da qoyduq. Xəstələr yerdədir, xəstələrin yerini dəyişməyəcəyik. Çünki biz bilmirik, toxunmaq olmaz. Qəti surətdə. Xəstə bilmirik, onurğa xəsarəti var, kəllə-beyin travması var, onu boyun yaxalağı qoymadan, onurğa taxtası qoymadan yerdən götürmək olar, yoxsa yox. Ancaq o hallarda olar ki, xəstə təhlükəyə yaxındır. Tutaq ki, maşın alovlana bilər, nə ola bilər. Onda xəstəni biraz təhlükəsiz vəziyyətə keçirtmək olar. Onda da o vəziyyətləri bilmək lazımdır. Yəni xəstəni yerlə sürüyüb gətirmək olar. Və yaxud bir 2 nəfər, 3 nəfər varsa, əllərin üstündə düz vəziyyətdə götürüb gətirmək olar. Kəllə-beyin travması varsa, çalışıb xəstələrə müdaxilə eləməsinlər. Yəni bu bir mənalıdır. Və yaxud xəstədə baxırlar ki, xəstədə heç bir yoxdur, durub gəzə bilərsən, olmaz. Bəlkə xəstədə bir daxili qanaxma var. Yəni ola bilsin çöl qanaxmaları hamı gördü, bildi, amma xəstədə bir daxili qanaxma ola bilər. Yəni əgər xəstədə bir ürək döymə görürsə, xəstənin bir tərləmə görürsə, xəstənin rəngində bir belə avazıma olur, solğunluq olur, bəzən artıq göyərmələr zəng gəlir. Vəziyyətlər görürsə bir daxili qanaxma şübhəsi var. Yəni qətiyyən xəstələri tərpətmirik. Ancaq dediyimiz kimi nə görmüşük? Ya yaralanmadır, qanaxmadır. Qanaxmanı keçə bilərik və yaxud da açıq bir sınıq sahəsi var. Bir var qapalı sınıqlar, onu xəstə ola bilsin ayırd eləyə bilməzlər. Şişkinlik görə bilər, deformasiya görürlər, amma sınıq olduğunu aşkar eləmir. Amma açıq sınıq varsa, yəni sümük ucu oradan çıxıb, bunu görürsə mütləq orada müdaxilə eləyə bilər. Bir mütləq yara sahəsini bərkitmək lazımdır, xəstənin ayağına fiksasiya eləmək lazımdır, əldə olan vasitələrlə. Yəni bundan artıqına getmək olmaz. Aydındır. Təşəkkür edirəm sizə. Biz söhbətimizi davam edəcəyik məişət travmalarından. Bu da çox maraqlı mövzudur. Sırada isə reklamlarımız var. Reklamlardan öncə verilişimizin baş sponsoru Ştada şirkətinə təşəkkürümü bildirmək istəyirəm. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletləri kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitaminin qəbulu üçün nəzərdə tutulub. Kalsium D3 Nikomet 25 ildən artıq mövcuddur, sınanmış preparatdır, hamilələr və 3 yaşından yuxarı uşaqlarda istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz doktor Fərid Səlimovadır. Britaniya təhsilli idman həkimi Fərid Səlimov
Əlimov müasir tibbi fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edib Fərid doktoruna görüşməyiniz kifayətdir. Reklamlara bağlanırıq, daha sonra yenidən studiyada olacağıq. Verilişin baş sponsoru Kalsi D3 Nikamed.